Xabi Alonso'nun baş məşqçi təyin olunmasından sonra qızğın transfer pəncərəsi yaşayan Real Madrid yeni oyuncular cəlb etmə istiqamətində fəaliyyətini davam etdirəcək. Bugünə, yəni 10 iyun tarixinə olan məlumata əsasən Real Madrid transfer bazarında yeni addımlar atmağa davam edəcək. Hazırda əsas istiqamətlərdən biri, prioritetlərdən biri yarım müdafiə və hücum xəttini gücləndirmək məsələsidir. Yarım müdafiə bir sıra oyuncuların adları çəkilir. Söhbət ilk növbədə Martin Zubimendi'dən gelir, amma Zubimendi ola bilsin ki, bəlkə də böyük ehtimalla Arsenal'a qoşulacaq. Bundan başqa Angelo Stiller, Enzo Fernandez və digər oyuncular var ki, onların dəvətini, misal üçün Ezequiel Palacios Bayer Leverkusen'dən, bu futbolçuların Real Madrid'e yarım müdafiəçi olaraq gəlməsi planlaşdırılır və onlardan birini biz qarşıdakı aylar ərzində Real Madrid'də görə bilərik. Hücumçulara gəldikdə hücumçularla bağlı vəziyyət daha çətindir. Çünki Real Madrid əsas mərkəz hücumçusu olaraq Kylian Mbappé'ni oynatmaq istəyir. Bizə sadəcə olaraq alternativ bir forvard lazımdır. Söhbət kimdən gedir? Hündür boy, hava topları uğrunda mübarizə aparmağı bacaran, rəqib müdafiəçiləri öz cüssəsi sayəsində əzib keçə bilən bir forvarda ehtiyacımız var. Və transfer bazarında belə oyuncular o qədər də çox deyil. Onlardan biri Asasuna'da top qovan Ante Budimir'di. O qədər də ulduz oyuncu deyil. Ümumiyyətlə, yəni ulduz statusu yoxdur. Amma maraqlı seçimlərdən biri Edin Dzeko ola bilər. Edin Dzeko həm top hücumçudur, top səviyyədə çıxış edib uzun müddət. Eyni zamanda yaşını nəzərə alsaq, ehtiyat oyuncular skamyasında oturmağa da razı olar və əminəm ki, bir mövsümlük olsa Real Madrid'e gəlsə, Edin Dzeko Real'a faydalı ola bilər. Öz təcrübəsi, öz oyunu oxuması, öz təbii ki, boyu, buxunu, cüssəsi sayəsində Real Madrid'e hava topları uğrunda mübarizədə standart vəziyyətlər zamanı fayda verə bilər. Nə düşünürsünüz? Qarşıdakı aylar ərzində Real Madrid hansı keçidləri tamamlayacaq? Bir daha xatırladım, bu ana bugünə olan məlumata əsasən Real Madrid Bournemouth'dan 60 milyon avroya Dean Huysen'i heyətinə qatıb, azad agent olaraq Liverpool'dan Trent Alexander-Arnold gəlib və River Plate'in 17 yaşlı gənc ulduzu Franco Mastantuono'nun Real Madrid'e qoşulacağı dəqiqdir. Qarşıda bizə hansı transferlər gözləyir? Sizin fikirlərinizi həmişə olduğu kimi şərh bölməsində gözləyirəm. Like qoymağı və paylaşmağı da unutmayın.